Salam uşaqlar, hər vaxtınız xeyir. 20 sınavdan sınaq 11-in izahını sizinlə bölüşəcəm bugün. Başlayaq. Deməli, birinci sual. Birinci sualda bizdən soruşur ki, birinci cismin ikinciyə nəzərən sürətinin proyeksiyasını hesablayın. Deməli, uşaqlar, baxırıq ki, bu qrafik bərabər sürətli hərəkətin qrafikidir və bərabər sürətli hərəkətdə V-ni tapmaq üçün S-i T-yə bölürsünüz. Misal üçün, birinci cismin biz sürətini tapırıqsa, yazırıq nə? V1 bərabərdir. Birincinin yolu buradan 80 göstərir, zamanı 10 göstərir. 80 bölünsün 10 edir 8. İkincinin sürətini tapmaq üçün ikincinin yolu göstərir -60, zamanı da 10. Bu da eləyir -6. İndi bizdən soruşur birincinin ikinciyə nəzərən sürətini. Yəni V1 çıxılsın, V2-ni istəyir. Burada da 8-dən -6-nı çıxanda cavab eləyir neçə? -14, yəni A variantı. Sonra ikinci sual. İkinci sual bizdən soruşur, Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Deməli, baxırıq, birinci sürətin ədədi qiyməti sabitdir. Ədədi qiymət uşaqlar nə deməkdir? Yəni ki, 5-dir, 10-dur, nədirsə o sabitdir. Ədədi qiymətlə sabit hər ikisinə aiddir. Çünki burada da bərabər sürətli, burada da bərabər sürətli var. Fərq nədir? Biri düz xətlidir, biri çevrə üzrə, yəni əyri xətlidir. Ədədi qiymət sabit qalır, ikisinə də aiddir. Biri ortaya yazırıq. Sürətin istiqaməti dəyişmir. İstiqamət dəyişmir, düz xətli bərabər sürətliyə yazırıq 2-ni. Təcilli hərəkətdir. Bilirik ki, düz xətli bərabər sürətlidə təcil yoxdur. Təcilli hərəkətdir 3 çevrəyə aiddir. Kinetik enerji dəyişmir. Kinetik enerji mv kvadratı bölünsün 2-dir. Yəni, əgər burada mv kvadratı varsa, yəni V-nin kvadratı olduğuna görə biz bura mənfi də qiymət qoysaq, kvadrat mənfini müsbət edəcək. Ona görə 4 ikisinə də aiddir. Mənfi deyəndə nəyi nəzərdə tuturam uşaqlar? Məsələn, düz xətli bərabər sürətli hərəkət nə deməkdir? Bu eləcə sürət konstant deməkdir, yəni modulsuz, çünki istiqamət dəyişmir. Çeviri üzrə bərabər sürətli hərəkət isə sürətin modulda konstant olması deməkdir. İstiqamət dəyişdiyinə görə burada mütləq sürəti modulda konstant verməliyik. Burada da üstündə vektor var. Deməli, 5 cismin impulsu dəyişir. İmpuls dəyişirsə, yəni istiqamət dəyişə bilir anlamında. 5-i də qoyuruq çevrəyə. Deməli, düzgün cavabımız 2, sonra 35, sonra 1, 4. Düzgün cavab C variantıdır. Sonra üçüncü sual. Bu tip sualların bir dənə yolu var, proyeksiyanı yazmaq. Deməli, yazırıq ki, uşaqlar F1 bərabərdir. Birinci mötərizədə x durur, ikinci y durur. F1, görürsünüz, bax, x oxu buradadır. Bax, x. F1 x oxunda düşür. Bura sıfırdır da bunların bir damya. Amma x oxu sağadır. Bu sıfırdan sola doğru düşdüyünə görə -1. Y oxunda isə 1, 2 damya. -1, 2. Sonra F2-ni yazırıq. F2 x oxunda düşür. X oxu istiqamətində bir dama. Y oxunda yenə bir dama. F3 yazırıq. F3 x oxunu da düşür. Buradan neçəyə? -2-yə. Y oxunu da isə -1-ə. Deməli, -2, -1. İndi bizdən qüvvələrin əvəzləyicisini soruşursa, x-ları 1, y-ləri 1 toplayırsınız. -1, 1, -2 toplayanda -1, 1, 0, -2, x-i -2, 2 variantın B ilə Y-nin arasında qalırıq. Y-lər 2, 1, 3, 3-ün üstünə -1, o da eləyir müsbət 2, düzgün cavab B variantıdır. Dördüncü sual, burada çapda bir səhv var, burada metrin kubu olmalıdır. Mən sizə verdiyim testdə metrin kubu yazılmışdı. Nəyin vahididir? İmpulsun vahidi deyil. Kiloqram vur metr böl saniyədir. Qüvvənin də vahidi deyil. Newton açılışına oxşamır. Qravitasiya sabiti uşaqlar təcilin vahidi ilə eynidir, yəni J-dir. J-nin də vahidi nə idi? Metr bölünsün saniyənin kvadratı. Düzgün cavab D, qravitasiya sabitinin vahididir. Qüvvə impulsu zaten olmaz, çünki burada da impuls var. İkisi də yanlışdır. D, qravitasiya sabitini harada görmüsünüz? Ümumdünya cazibə qüvvəsinin düsturunda. Gələk 5-ci suala. Üfüqi səthə paralel istiqamətdə təsir edən M1 kütləli cismi 2 metr böl saniyə kvadratı təcil verir. Deməli, bunun şəklini çəksək çox yaxşı olar. Deməli, bir üfüqi səthdir. Üstündə M1 kütləli bir cisim var. Buna təcili A bərabər olur
2 metr bölü saniyə kvadrat təcil verir. Deyir, cismin üzərinə M2 cismini qoyduqda həmin qüvvənin təsiri ilə, yəni buradakı F qüvvəsinin yenə təsiri ilə düzxətli bərabər sürətlə hərəkət edirsə, M2 bölünsün M1-i tap. Biraz şəkili böyüdüb, rahat seçim sizin üçün. Deməli, bu M1 öz yerində qalır. Yəni, bu yuxarıdakı M1-dir. Bunun üstünə bir dənə də M2 qoyur. Yenə həmin F qüvvəsi ilə dartır, amma bu dəfə bərabər sürətli dartır. Soruşur ki, M2 bölünsün deyəsən, M1 nisbəti nəyə bərabərdir? Uşaqlar, birinci halı üçün tənlik yazmalıyıq. Birinci halda cisim təcili hərəkət etdiyinə görə sürtünmə də var, təbii ki. Birinci hala görə, yəni birinci şəkilə görə biz burada tənlik yazırıq ki, MA bərabərdir nəyə? F çıxılsın F sürtünməyə. Bu birinci halın tənliyidir. İkinci hal üçün isə, ikinci halda təcil yoxdur, bərabər sürətlidir. Deməli, F nəyə bərabərdir? F sürtünməyə. Burada da uşaqlar F bərabərdir. Sürtünmə iki cismin bir yerdə yaratdığı olduğuna görə olur M1 üstə gəlinsin M2 müj-yə. Müj düsturunda elə bil M-in yerinə M1 plus M2 qoydum. İndi də uşaqlar yerinə qoyub hesablayaq. Deməli, bunu idarə eləyim, bunu burada saxlayaq. Belə daha doğrusu. İndi bax burada. Buradan yerinə qoyub hesablayıram. M1 bilmirəm. Təcil 2-dir. Bərabərdir F çıxılsın. Sürtünmə də bunun yaratdığı sürtünmədir deyə. M1 mü-nü 10-da 2 verib, J-ni də 10 verib deyə mü1 vurulsun 2. Bunlar keçirib bir tərəfə F bərabər olur 4 dənə M1-ə. İndi bu F-i gətirib burada yerinə qoyacağım. Onda yazacaq nə? 4M1 bərabərdir. M1 üstə gəlinsin M2 vurulsun. Yenə müjənin qiymətinə verir 2. Vurub açsaq 4M1 bərabərdir. 2M1 üstə gəlinsin 2M2-yə. Buradan da keçəndə bir tərəfə 2M1 bərabərdir 2M2-yə. M1 bərabərdir M2-yə. İndi M1 bərabərdir M2 aldığımıza görə kütlələrin nisbəti onda bizə nə verəcək? 1. A variantı. 6-cı sual. Qapalı sistemi təşkil edən iki cisimdən, deməli bu qeyri-elastik toqquşmadır. Xatırlayaq, qeyri-elastik toqquşmada nə danışmışdıq? Toqquşmadan qabaq eyni gedə bilərlər, toqquşmadan qabaq əks gedə bilərlər, biri gəlib, biri dayana bilər. Bu vəziyyət bizdə sükunətdə biri gəlib, biri dayanan haldır. Gedirik, deyək ki, toqquşmadan sonra kinetik enerjini tap. Bilirik ki, bunlar toqquşandan sonra nə baş verəcək? Bu gəlir, bu da dayanıb. Toqquşandan sonra nə baş verəcək? Bu soldakı, yəni bu birinci, gələcək ikincini vuracaq. İkisi bir yerdə bir dənə V' sürəti ilə gedəcəklər. Biz indi bu V' tapmalıyıq. V' tapmaq üçün düsturumuz nədir? V' bərabərdir. M1, V1, ikincinin sürəti yoxdur deyə heç nə. Bölünsün, M1 üstə gəlinsin M2-yə. O da bərabərdir. Daha doğrusu bərabəri burada niyə qoydum mən? Aha. O da bərabərdir. Yerinə qoysaq uşaqlar M1, yəni 2 vurulsun 5, 10. Bölünsün M1 plus M2, 2 üstə gəlinsin 3, 5-ə. 10 bölünsün 5, bu da eləyir 2. İndi toqquşmadan sonra kinetik enerji nəyə bərabərdir? Y bərabərdir. Toqquşandan sonra bunlar birləşirlər deyə M1 üstə gəlinsin M2, vur V' kvadratı bölünsün 2. İndi toqquşandan sonra M1 plus M2, yəni 2 üstə gəlinsin 3, 5, vur. Toqquşandan sonraki sürət 2. 2-nin kvadratı, yəni 4 bölünsün 2. Cavab da eləyir 10. Yəni Y variantı. Sonra 7-ci sual. Kütləsi 800 kiloqram, J-ni verib 10, H-ı verib 60. Soruşur ki, etanı tap. Etanın düsturu MJH bölünsün A tam vurulsun 100%. Yerinə qoyub ümid edirəm ki, hesablayarsınız. Düzgün cavab alınır B variantı. M budur, J budur, H budur, A tamdakı budur. 8-ci sual. Tezliyi 10'da 5 saniyə üstü mənfi 1 olan rəqqas 10 nöqtəsi ətrafında rəqs edir. 5 saniyə ərzində nə qədər yol gedər? Fikirləşirəm ki, tezliyi 10'da 5-dirsə görən periodu neçədir? Period 1 böl N-dir. 1 bölünsün 0,10'da 5, o da edir 2. 5 saniyənin içində neçə dənə 2 saniyə var tapmaq üçün? 5-i bölürəm 2-yə, tapıram 2,5. Deməli, rəqqas 2,5 rəqs edəcək. Qaydadan bilirik ki, bir period 4 amplituddur.
2,5 dənə olsa 4-ü 2,5-ə neyniyəcəm? Vuracam. Bu da eləyəcək 10 amplitud. Gəlin indi amplituda baxaq. Rəqqasın tarazlıq vəziyyəti bax buradır, yəni 20. Amplitud nəyə deyilir? Tarazlıqdan maksimum uzaqlaşdığı məsafə, istər yuxarı, istər aşağı. 20-dən yuxarı 30, yəni 10, ya da 20-dən aşağı 10, yenə də 10. Deməli, amplitudumuz neçədir? 10 santimetr. Burada da A-nın yerinə 10 qoysaq, 10 vurulsun 10, cavab edər 100. Yəni D variantı. 9-cu sual, iş prinsipi, maqnit qarşılığı təsirinə əsaslanan cihazlar hansılarıdır? Qayda sualıdır. Hansılardır? 2 ampermetr, voltmetr, spidometr və qalvanometr. Cavab C variantıdır. 10-cu sual, K, L, M cisimləri dayaq üzərindədir. Hansı ifadələr doğrudur? Yazılıb ki, uşaqlar K və M cisimlərinin dayağa göstərdiyi təzyiqlər eynidir. K və M-in. Uşaqlar, təzyiqin düsturu P bərabər F böl S-dir. Tamam, kütlələri F-i mg-dir, bu da M-dir, bu da M-dir bildik. Amma sahə eynidirmi? Yox, ona görə bir doğru deyil. Növbəti 2. K, L cisimlərinin dayağa göstərdiyi təzyiq eynidir. K-nın L-in. Deməli, təzyiq P bərabərdir. F bölünsün S-dir. F-in yerinə nə qoya bilərik? Mg qoya bilərik. Onda P bərabər olacaq. Mg bölünsün S. Baxaq, K üçün Mg böl S, L üçün 2Mg böl 2S nisbət eyni olacaq. Deməli, 2 doğrudur. 3. K və M cisimlərinin təzyiq qüvvələri eynidir. Təzyiq qüvvəsi avtomatik F-dir, o da mg-dir. K-nın da kütləsi M, M-in də kütləsi M olduğuna görə 3 də doğrudur. Düzgün cavab A variantıdır. 11-ci sual. Verilmiş kütləli ideal qazın təzyiqinin temperaturdan asılı qrafikinə əsasən qaz 1 halından 2 halına keçdikdə həzmi konsentrasiyası necə dəyişər? Deməli, uşaqlar, bu tip suallarda nəyə diqqət edirsiniz? PT-dən normalda necə asılıdır? Düz mütənasib. Amma bu qrafik düz mütənasib qrafiki deyil, çünki koordinat başlanğıcından çıxmır. Bu qrafiki koordinat başlanğıcından çıxacaq vəziyyətdə çəkirsiniz. 1-dən və 2-dən keçən vektor. 1-in bucağı 2-nin bucağı. Təbii ki, 1 2-dən daha böyükdür. İndi deyir ki, həcmi. Yazırıq P-ni, V-ni, T-ni bağlayan düstur. Mendeleyev-Klapeyron. PV bərabərdir. nRT. Buradan həcmi tapırıq. Həcmi tapanda nə eləyir? nRT bölünsün P. Bu qrafikə görə isə yuxarının aşağı nisbəti, yəni P-nin T-yə olan nisbəti bizə nə verir? Tangens alfa. Gətirək əvəz etməliyək. P böl T tangensdirsə T bölünsün P nə verir? Kotangens alfa. Uşaqlar, kotangensdə bucaqla qiymət bir-birindən tərs asılıdır. Yəni, burada 1-dən 2-yə keçəndə bucaq azaldı. Bucaq azaldısa həcm artır. Həcm artır, yəni D ilə Y arasında qalırıq. Konsentrasiyanın düsturu N böl V-dir. Həcm artırsa konsentrasiya azalır. Cavab Y variantıdır. Bu sualdan növbəti sınaqlarda da var. 12. Sabit təzyiqdə P konstant, verilmiş kütləli M, ideal qazın 200 jol iş, A 200-dür. 200 jol iş görməsi üçün nə qədər istilik miqdarı verilməlidir? Q. Termodinamikanın birinci qanununa görə izobar prosesdə Q-nün 0,4-ü A-ya bərabərdir. Burada A-nın yerinə 200 qoysaq, 500 tapmış olarıq. 13-cü sual. Son vaxtlı qəbullarda filan ən çox düşən sual tipi. Kağız kvadrat şəkilli alüminium təbəqəni qaldırmaq. Digər testlərdə də bu formada düşür. Sabun köpüyünün üzərindən kağız parçasını çəkmək üçün. Uşaqlar, ağırlıq qüvvəsi kütləyə malik olan hər bir cismə tətbiq olunur. Mg aşağıdır və bu cismə səthi gərilmə qüvvəsi maye tərəfindən təsir edir. O da mayenin içinə doğrudur, sigma il. Tarazlıq vəziyyətində yuxarı yönələn qüvvələrin cəmi, yəni F, aşağı yönələn qüvvələrin cəminə bərabər olur. Sigma il üstəgəl mg. Buradan da yerinə qoyub yazırsınız. F-in yerində 1,374. Sigmamızın qiyməti bilmirik. Uzunluğun qiyməti bizə dedim, yaxşı olmadı. Aha. Uzunluq, deməli uşaqlar, burada yazıb ki, tərəfi 10 sm olan kvadrat. Tərəfi 10 sm-dır, kvadratdırsa bunun perimetri 40 sm-dır. O da metrə keçmək istəyirəmsə 0,4 yazıram. Üstəgəl, kütləni verib burada bizə 135 qram, kiloqrama keçməliyəm, 1000-ə bölürəm. Olur 0,135, vurulsun J-nin də qiyməti 10-dur. Buradan hesab yolu ilə sigmanı taparsınız. Sigmanı tapanda düzgün variant eləyir C variantı. 60.
14-cü sual. K açarını qapadıqda V1 və V2 voltmetrinin göstərişi necə dəyişər? Uşaqlar, bu sual başqa testlərdə də istifadə olunub. Həll yolu necədir? Deməli, açarı qapadıqda deyirsə, deməli, öncə açar açıq imiş. Açar açıq olanda cəryanın yolu üçünü də keçmiş vəziyyətdədir. Yəni, biz açar açıq olduqda dövrədən keçən i-ni tapsaq, i bərabər olur nəyə? U bölünsün. Bunlar da hamısı bir-birinə ardıcıldır deyə 6R-ə. Birinci vəziyyətə uyğun V1 voltmetrini tapsaq, U nəyə bərabərdir? I-R-ə. I vurulsun R. Buradan da V1 bərabərdir. İ'miz U bölünsün 6R vur. V1 voltmetri ancaq R ölçdüyünə görə vurulsun 6-ya. Bu da nə edir? Buradan hesablasaq. U bölünsün 6. V2-ni də eyni qaydada hesablasaq, U bölünsün 6R-i vuracaq. V2 voltmetri bizdə burada nəyi ölçür? İkisini də ölçür. Vuracaq 5R-i. Bu da eləyəcək U bölünsün 1,2 qiyməti. İndi fərz eləyək ki, açarı qapadıq. Fərz edək deyəndə ki, özü deyir ki, qapa. Açarı qapadıqda cəryan gələcək, qırmızı ilə çəkirəm, açarın yolu ilə gedəcək. Yəni 3R işləməyəcək. Onda i-miz nəyə bərabər olacaq? U bölünsün, ümumi müqavimət 3R-ə. Yenə də uşaqlar bayaqçı kimi V1-i, V2-ni tapaq. V1-i tapanda U bölünsün, xəttim heç yaxşı olmadı. U bölünsün 3R-i, yenə V1 voltmetrin ölçdüyü R-dir deyə R-ə vuracaq. O da eləyəcək U bölünsün 3. V2-ni tapmaq istəyəndə isə U bölünsün 3R-i, yəni bu i-nin qiymətini, i-R-də axı düstur, vuracaq. Bu dəfə V2-nin ölçdüyü 2R-dən 3R-dən 3R işləmir, ancaq 2R işləyir deyə 2R-ə vuracaq. Bunu da hesablasaq, bu eləyəcək buradan U bölünsün 1,5. Uşaqlar, indi fərqlənməyə baxırıq. Birinci vəziyyətdə V1 U böl 6 idi, indi U bölünsün 3 olub. Deməli, 2 dəfə artıb. Birinci vəziyyətdə U böl 1,2 idi, sonra U böl 1,5 olub. Bu da deməli 1,25 dəfə azalıb. Deməli, düzgün cavabımız Y variantıdır. 15-ci sual, elektrolitlər hansıdır? A variantıdır, B metaldır, D yarım keçiricidir. Dairə eləməyim. Yarım keçiricidir. İfrat keçiricide də qrafik nə formada olurdu? Belə bu formada. 16-cı sual. Təsvir edilmiş sxemdə C3 kondensatorunda toplanan yük 5 mikroklondur. K açarını açdıqda həmin kondensatorda toplanan yük nə qədər olar? Deməli, baxırıq. Açar təsvir edilmiş C3 kondensatorda toplanan yük. C3-dəki yük 5 mikroklondur. Yəni, bu dövrədən axan ümumi yükdür də. Ümumi tutumu tapaq. Açarı açdıqda deyirsə, öncədən açar bağlıymış. C1 ilə C2 bir-birinə paralel birləşib deyə toplayırıq 3C olur. 3C ilə də 2C ardıcıldır deyə tutumu tapanda olur 3C vurulsun 2C bölünsün 3C üstə gəlinsin 2C. Bu da eləyir 1,2C. Deməli, ümumi Q nəyə bərabərdir uşaqlar? CU-ya. C-nin də yerinə biz buradan Q-nün yerinə qoyacaq. 5 bərabərdir 1,2CU. Buradan da CU nəyə bərabərdir? 6-ya. İndi deyək ki, açarı açdıqda. Açarı açanda vəziyyət necə olur? Qırmızı ilə baxaq. Cəryan gəlir. Açar açıqda C1 işləmir. Ancaq bu ikisi C2 ilə C3 işləyir. C2 və C3 də bir-birinə ardıcıl olduğuna görə ardıcılda ümumi tutumu tapanda birinin qiymətini sayına bölürük. 2C, 2C'dir. Ümumi tutum olur C. İndi Q-nü tapmaq üçün həmin C-ni vururuq U-ya. CU nədirsə cavab odur. CU da öncəki misalda 6 tapdığımıza görə düzgün cavab Y variantıdır. 17-ci sual. Bir cins maqnit sahəsində kinetik enerji. Ən çox istifadə olunan sual tipi maqnit sahəsində tezliyin düsturu nü bərabərdir. B2 bölünsün 2πm'dir. Ancaq düsturdakılardan asılıdır. Deməli, dəyişməz. Çünki kinetik enerji yoxdur. 18. İnduktivliyin düsturu. Elektromaqnet induksiya qanunu. Epsilon bərabərdir. L vurulsun delta I bölünsün delta T. Buradan L-i tapanda epsilon T bölünsün I A variantıdır. 19. Dəyişən cəryan dövrəsinə qoşulmuş
Deməli, bax, dəyişən cəryan sarğac. I görən kimi yazmalıyıq. I bərabərdir U bölünsün R. Sarğac dediyinə görə RL. Buradan da U bölünsün RL-in yerinə omega L. Omeganın da yerinə periodla U bölünsün 2 pi böl T qalxır yuxarı L. Yəni, cəryan şiddəti perioddan düz mütənasib asılıdır. D variantı. 20-ci sual. Toplayıcı linzadan cismə qədər, toplayıcı linzada cismin həqiqi xəyalı 3F-də alınır. Cism hansı məsafədədir? Uşaqlar, cismin xəyalı 3F-də alınır. O deməkdir ki, xəyalı daha doğrusu 3F-də alınır. O deməkdir ki, xəyal F bərabərdir 3F-ə. Səpici üçün nazik linza düsturu 1 bölünsün F bərabərdir. 1 bölünsün D çıx 1 bölünsün F. Yerinə qoyub hesablayırsınız. Balaca F-in yerinə 3F qoyursunuz, cavaba çıxırsınız. Fikrinizdə qalsın ki, səpicidə, toplayıcı deyirik, burada bağışlayın. Toplayıcı deyirsə, heç nə, hamısının qabağı müsbətlə. Səpicidə hamısının, F-lərin ikisinin də qabağı mənfi olur. Burada qabağı plus. 1 bölü F bərabərdir 1 bölünsün D, plus 1 bölünsün F. Bizə də təkrardan yazım istəyirsiniz. Deməli, 1 bölünsün F bərabərdir 1 bölünsün D, üstə gəlinsin 1 bölünsün kiçik F. Yerinə qoyub yazacaqsınız. 21. Deməli, difraksiya. Difraksiya görən kimi demişik nə yazacağımızı. D sinus fi bərabərdir K lambda. Burada D-nin yerinə 1 millimetr, yəni 1000-də 1 metr. 1000 dənə cizgi, yəni N mindir. D-nin yerinə yazacaqsınız L bölünsün N. Maksimum dediyinə görə sinusun yerinə 1, K-nın yerinə heç nə ilə K, difraksiya qəfəsinin üzərinə düşən işığın tezliyi, lambdanın yerinə S bölünsün N. Ən çox işlətdiyimiz qaydalardan biridir. Sadəcə olaraq burada 1 millimetr yox, 1000-də 1 götürərsiniz mütləq. Sonra 22-ci sual. Verilmiş katod üzərinə fotoeffektin qırmızı sərhəddi narıncı rəngli işıq şüasına düşür. Belə bir şey görəndə mütləq yazın. Qarı, nənə, 80 yaşında, məxmər, gülə bənzəyir. Deməli, deyir ki, hansı hissəsinə düşür? Narıncı hissəyə düşür. Narıncı hissəyə düşür. Soruşur ki, bizdən həmin katodun üzərinə eyni intensivlikli rəngli işıq şüası salınsa, kinetik enerji nə zaman kinetik enerji ən böyük olar? Deməli, uşaqlar, Einstein tənliyinə görə Y foton bərabərdir nəyə? Y kinetik, üstə gəlinsin, A çıxışa. Baxırsınız ki, burada deyir, eyni intensivliklə, yəni çıxış eşi sabitdir, bu konstantdır. Onda kinetikin ən az olması üçün fotonun enerjisi az olmalıdır. Fotonun enerjisi də, yox, məhlə şeytanı, kinetikin ən böyük olması üçün, tərs oxuyuram hər şeyi. Kinetikin ən böyük olması üçün fotonun enerjisi ən böyük olmalıdır. Fotonun da enerjisi ən böyük olanda tezliyi ən böyük olur. Siz də bilirsiniz, aşağıya doğru düşdükcə tezlik sındırma əmsalı artırdı. Ona görə bənövşə idi. Gələk 23-ə. Deməli, bunu qaydalarda yazmışıq ki, əgər metr yazıbsa, 4 dənə saydığımız 2 nəyi göstərir? Lambdanı göstərir. Sürəti də buradan 4 verir, periodu istəyir. V bərabərdir, lambda bölünsün T. Periodu tapanda lambdanı V-yə bölürsünüz, yəni 2-ni 4-ə bölürsünüz, 2-də 1, o da eləyir 0,5. 24, yükün mənfi 2-7. Uşaqlar, yükün mənfi olması, o deməkdir ki, 2 dənə elektronu çoxdur. Bu da deyir ki, 15 dənə elektronu var. Əgər 18 dənə neytronu var, neytron nə əlaqə lazım deyilir bizə. 2 dənə elektron çoxdursa, 15 dənə də elektron varsa, onda protonu neçə verməliyik ki, elektron 2 dənə çox olduğunu görək? Təbii ki, 13. 25. Deyir, M1-i verib, M2-ni verib, ipin gəlmə qüvvəsi 120 newtondursa, yəni bunun qiyməti. Həmişə çalışın üstündə yazım verilirləri, onda daha rahat adam gözünə görülür. Bu da 1 kiloqramdırsa 10 newtondur. Bu birisi də M2 kütləli cisim nə qədərdir 10 istəyir. Uşaqlar, baxın, dayaq budur, düzdür. M1 dayaqdan 3 damadır, M2 dayaqdan 3 damadır, T dayaqdan 1 damadır. İndi sağ təqrəb istiqamətində fırladanın momenti əksinə fırladanın momentinə bərabər olmalıdır. Bunu necə eləyirik? T, təbii ki, bu üç bucağın başına fırlanmaq şərti ilə T belə fırlanır, M1 belə fırlanır. T ilə M1 eyni yönəlir. Onda T vur 1, üstə gəl M1, yəni 10, M1J, 10 vur 3, bərabərdir bir dənə M2 sağ təqrəb istiqamətinə fırladır deyə. M2J vurulsun. Bunun da qolu neçədir? 3-ə.
Buradan da gedib bizdən soruşur ikincinin kütləsini tap, M2-ni tapırsınız. M2-nin qiyməti eləyir buradan 5. Sonra 26-cı sual. Hansı ifadələr doğrudur? Qaydaya əsaslanır. Doğrudur hansı? Heger sayğacının iş prinsipi zərbə ilə iyonlaşmaya əsaslanır. Bu doğrudur. Heger sayğacı sürətli yüklü zərrəciklərin izlərini müşahidə etməyə, izlərin fotoşəklini çəkməyə imkan verir. Uşaqlar bu yox, bu buna aid deyildi. Hansındaydı? Wilson kamerasındaydı. Deməli 4 doğrudur. Wilson kamerasının iş prinsipi ifrat doymuş buxarın yüklü zərrəciklərinin təsiri ilə kondensasiya olunmasına, bu da doğrudur. Düzgün cavab 1, 3, 4. 27. Asılmış cismi dəyişmədən verilmiş ipi 2 qatladıqda. Gəlin bunu keçən dəfə də dərsdə dedim, bunu əzbərləyək. 2 qatlama söhbətini də mütləq uzanma 5 hərfli 4 dəfə artır, nisbi uzanma 2 dəfə artır, sərtlik əzbərliyə deyirəm, amma ürəyimdə özmür. Deməli, baxın, uzunluğu L-dir, sahəsi S-dir, yəni başlanğıc uzunluğu. Ortadan qatlayanda uzunluq 2 dəfə azalır, sahəsi də 2 dəfə nə olur? Artır. Yəni, bu məntiqə əsaslanıb tapırıq. Misal üçün, burada deyir Yung modulu. Yung modulu nədir? Növü xarakterizə edir. Ona görə 1-ə nə olur? S, yəni Yung modulu dəyişmir. Sərtlik 2. Sərtliyin düsturu nədir? K bərabərdir nə? SY bölünsün L0. Siz baxırsınız ki, burada şəkildə sahə 2 dəfə artır. Burada sahəni 2-yə vurursunuz. Uzunluq 2 dəfə azalır. Yenə K 2 dəfə artır. Onda K neçə dəfə artmış olur? 4 dəfə artmış olur. 2-yə qoyuruq hansını? B-ni qoyuruq. Oradan yazam, bilmədim. 2-yə B-ni qoyuruq. 3-də ipin mütləq uzanması. Mütləq uzanma delta L-dir. Delta L-in düsturu nədir? L0, delta L-in düsturu L çıxılsın L0. İndi burada baxaq ki, delta L-imizin qiyməti necə dəyişəcək? Biz də dəqiqə burada asılmış cismi. Deməli, uşaqlar, cismi burada dəyişmədən deyirsə, deməli, yazırıq cismi, yəni kütlə sabitdir. Məftil görən kimi F bərabər sigma S, mg bərabər sigma S, mg bərabər sigmanın yerinə epsilon Y, epsilon YS, buradan da mg bərabərdir. Epsilonun yerinə delta L bölünsün L0, YS. İndi baxaq, düsturumuzdakı delta L sahədən necə asılıdır? Tərs. Onda sahə 2 dəfə artdığına görə 2 dəfə azalır. Uzunluqdan düz asılıdır deyə o da 2 dəfə azalır, 2 dəfə azalır. Ümumilikdə 4 dəfə azalmış olur. Ona görə də 3-ə də hansını qoyuruq? 3-ə də Y-ni qoyuruq. Gələk situasiyalara 28. Sıxlığı suyun sıxlığından böyük olan cisim ipdən asılıb suya daxil olunub. İpi kəsdikdə suyun dibinə qədər cisim necə hərəkət edər? Suyun dibinə qədər cisim necə hərəkət edər? Deməli, uşaqlar, ağırlıq qüvvəsi necə yönəlir? Aşağıya doğru. Arximed necə yönəlir? Yuxarıya doğru. Və gərilmə də təbii ki, yuxarıya doğru yönəlir. Cismi ipi kəsdikdə gərilmə olmur. EMA ilə aşağıya doğru yönəlir. Deyir, ipi kəsdikdə sıxlığı suyun sıxlığından böyükdürsə cismin, onda avtomatik cisim nə olacaq? Batacaq. Gəlin yazaq, EMA nəyə bərabərdir? Qüvvələr əks istiqamətdə yönələndə çıxılır. Yəni, EMA bərabərdir. MG çıxılsın F Arximedən. Buradan da EMA bərabərdir. MG çıxılsın. Arximedin yerinə rho maye bölünsün rho cisim vur MG-yə. M-lər ixtisar getsə A da bərabər olacaq. J-ni də mötərizə xaricindən çıxartsaq 1 çıxılsın rho maye bölünsün rho cismə. İndi uşaqlar baxın. Cisim mayenin içindədir. Rho maye dəyişirmi? Yox. Cismin sıxlığı dəyişirmi? O da yox. Deməli, təcil nə olur? Dəyişmir. Təcil konstant qalırsa, onda biz buna nə deyəcəyik? Bərabər təcilli. İndi cisim aşağı düşdükcə sürəti nə olur? Artır. Onda da düsturu verməyimizi istəsə, düstur buradan yazacağım. V bərabər də AT-dir. V bərabər A-nın da yerinə J vurulsun, 1 çıxılsın. Rho maye bölünsün rho cisim. Vur. T-ni də gətirək bura J-nin yanına. Cisim aşağı doğru düşəndə yeyinləşən hərəkət edir deyə cavab olur. Bərabər yeyinləşən. Gözəl xəttimlə. Aha, getdik 28.
9-cu suala. Cisim 6 metr bölü saniyə sürətlə yuxarı atılıb. X-t verilib. 2-ci saniyədə sürətini hesablayın. Deməli, uşaqlar nə edə bilərik? Düşünək. Bu bərabər yavaşayanın qrafikidir. Yavaşayan hərəkətdə X-in düsturu. Təbii ki, yavaşayan V0 0 ola bilməz də. Deməli, X bərabərdir V0T çıx AT kvadratı bölünsün 2-yə. X-imiz neçədir? 40. V0-ımız neçədir? Bilmirəm. T-miz neçədir? Buradan buna uyğun 10. Yox, V0 var nəhlə şeytana. V0-ımız var, lap əla. Aha, V0-ımızın qiyməti 6. T-mizin qiyməti burada 10. Çıx, A vurulsun. 10-un kvadratı 100 bölünsün 2. Buradan A-nı tapırıq. Deməli, 60, 20. A eləyir, səhv eləmirəmsə 0,4. İndi yavaşayan hərəkətdir deyə sürət tənliyini yazaq. V bərabər, təbii ki, burada metr bölü saniyə kvadratı yazın. V bərabərdir V0 çıx AT. O da bərabərdir V0 6 çıx. Təcil sabitdir deyə 10-da 4 vur. T-ni də burada 2 veribdir 2-yə. O da eləyir 5,2. Nə? Metr bölünsün saniyə. 30-cu sual tipi bir dəfə düşüb, bundan bir damcı gəliz forması. Düz xətt boyunca sürtünməsi hərəkət edən cismin koordinatının zamanı asılıq verilib, cismin sürətinin proyeksiyasının zamanı asılıq qrafikini çəkin və hansı zaman aralığında. Okay. Deməli, sürətin zamandan asılığını çəkmək istəyiriksə, gəlin bunu bir-birə analiz eləyək. Üzü yuxarı qalxır, X oxu ilə eyni gedirsə sürət müsbətdir, parabola üzü aşağı təcil mənfidir. X oxunun əksi sürət mənfidir, budaq aşağı təcil mənfidir. Yenə X oxunun əksi sürət mənfidir, amma budaq yuxarı meyillidir, təcil müsbətdir. Keçək çəkməyə. Sürət müsbət təcil mənfidirsə, birinci olur belə. İkinci sürət mənfi təcil mənfi. T1, T2-yə kimi yenə belə. Sonra sürət mənfidir, amma təcil müsbətdir. Bu da olur bu formada. Deyir, nə zaman cismə təsir edən qüvvə yer dəyişmə istiqamətində yönəlib? Tərcüməsi, yəni ikisi də eyni işarəlidir. O da hansı hissədir? Bu hissə. Yəni T1 və T2 aralığında. Bu qədər.